Qubada qaya parçaları yola düşüb. Hadisə Quba Qonaqkənd yolunun Təngə Dərəsi adlanan ərazisindən keçən hissəsində baş verib. Nəticədə ondan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Quba Qonaqkənd yolunun 31-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq deyə məlumatda qeyd edilib.